Hər vaxtınız xeyir olsun. Hava haqqında məlumata diqqətinizə çatdırırıq. Gündəm xəbərin efirində 26 iyun tarixidir və 27 iyuna olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi də ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı və eyni zamanda şərq küləyi bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu isə gecə 17-22 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Dağlarda isə gecə 8-13 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.